Azərbaycan SSR əməkdar artisti Məcnun Hacıbəyov. Məcnun Salamoğlu Hacıbəyov 1935-ci ilin 5 oktyabrında Quba rayonunun 2-ci Nügədi kəndində anadan olmuşdur. 10 illik orta məktəb təhsilini də bu kənddə bitirmişdir. Aktyorluq istedadını isə elə uşaq yaşlarından hiss etməyə başlayıb. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib. Aktyor Canavar balası, Evlənmək istəyirəm, Gənclik macərası, Göz həkimi, Gülüş sanatoriyası, Kişilər, Qatarda, Qəzəlxan, Yarımştat kimi film və tamaşalarda yadda qalan obrazlar ifa eləyib. Mənim bir profesör qonşum var. Bu kosmik texnologiyalarla məşğul idi. Adamı salanda da vermək istəmir. İndi yavaş-yavaş başını aşağı salıb gəzir. Aktyor yalnız Solğun Çiçəklər tamaşasında Əbdül rolunu oynamadığı üçün heyfslənirdi. 1999-cu ilin 13 iyulunu həyatının ən ağrılı günlərindən biri kimi xatırlayır. Həmin gün aktyorun ömürgün yoldaşı Zahidə xanım 57 yaşında faciəli şəkildə dünyasını dəyişib. Bir neçə il ürəyinə görə müalicə alıb. Aktyor deyirdi ki, yaşlandığım üçün bəzən yaddaşım da sözümə baxmır. Buna baxmayaraq, aktyor hələ də mütaliə edirdi. Aktyorun son yaratdığı obraz isə Yarımştat tamaşasında olub. Yox, Muxtar müəllim. Mən qadınlara qarşı çox diqqətliyəm. Ancaq siz dediyiniz mənada yox. O, bu tamaşada Murtuz rolunu canlandırıb. Görkəmli sənətkar 16 noyabr 2021-ci ildə 86 yaşında vəfat etmişdir. Sənətkar doğulduğu Quba rayonunun 2-ci Nügədi kəndində doğmalarının məzarı yanında torpağa tapşırılmışdır. Əməkdar artist Məcnun Hacıbəyovun Ceyhun və Pərviz adında 2 oğlu, Zülfiyə adında bir qızı, 7 nəvəsi və 3 nəticəsi var. Allah rəhmət eləsin.